Bu gün Xəbər Qlobal TV.az veb saytının çəkiliş qrupası Ulu Öndər Ümummilli lider Heydər Əliyevin 102 illik yubileyi münasibətilə Abşeron rayon Məmmədli qəsəbəsində bir sıra çəkilişlər etmişdirlər. Çəkiliş zamanı qəsəbədə abadlıq, quruculuq və təmizlik işlərinin aparılması nəzərimizi cəlb etmişdir. Belə ki, qəsəbə sakinləri ilə fərdi söhbətlər apardığımız zaman çəkiliş qrupamıza bildirdilər ki, Abşeron rayon Məmmədli qəsəbə bələdiyyəsinin sədri Ceyhun müəllim və bələdiyyə üzvləri öz peşə fəaliyyətlərini layiqincə yerinə yetirirlər. Məmmədli qəsəbə bələdiyyəsinin sədri Ceyhun müəllimlə müsabiqə aldığımız zaman qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yaşatmaq və onun bizə miras qoyduğu dəyərləri qorumaq bizim mənəvi borcumuzdur. Həm Ulu Öndər Heydər Əliyevin xatirəsinə layiq tədbirlər görmək, həm də sakinlərimiz üçün daha gözəl yaşayış mühiti yaratmaq məqsədi ilə davamlı olaraq abadlıq və quruculuq işləri həyata keçiririk. Məmmədli Bələdiyyəsinin sədri Ceyhun müəllimə məsuliyyətli və dəyərli fəaliyyətində uğurlar arzu edirik. Uğurlu fəaliyyəti ilə seçilən belə rəhbərlərin gördüyü işləri işıqlandırmağı sayt olaraq özümüzə borc bildik. Direktor Orxan Əhmədov, izlədiyiniz üçün təşəkkür edirik.